Birləşmiş Ştatlarda federal ehtiyatlar sistemi faiz endiriminə gedəcək. Bu həm də Trumpla Powell arasında qarşıdurmanın nəticəsində də baş verə bilər və Trump faiz endirimə getməsini və məhz federal ehtiyatlar sistemindən tələb edir. Avrozonada iqtisadi fəallıq da yenidən zəifləyir və sənaye sektoru indeksi kritik 50 həddindən də aşağı düşüb. Xidmət sektorundakı yavaşlama avronun məzənnəsinə əlavə təzyiq yaradaraq valyutanın dollar qarşısında dəyər itkilərinə səbəb olub. Artan enerji və istehsal xərcləri Avropa müəssisələrinin rəqabət qabiliyyətini aşağı salır. Ümumi mənzərə göstərir ki, avronun yaxın dövrdə stabilləşməsi üçün heç bir güclü fundamental dəstək yoxdur. Mövzunun müzakirəsini Almaniyadan bizimlə birbaşa bağlantıda olan Murad Cəlalovla davam etdiririk. Murad müəllim, hər vaxtınız xeyir olsun. Buyurun, eşidirik sizi. Avro məkanında hal-hazırda nə baş verir? Avro dəyər itirəcəkmi? Hal-hazırki dövrdə Avrozonada deməli PMI Purchasing Managers Index 50-dən aşağı müşahidə olunur. Bu nə deməkdir? Əgər PMI 50-nin üzərindədirsə, iqtisadi mühərrik öz sürətlə davam edir deməkdir. 50-yə bərabərdirsə, bu iqtisadiyyatda durğunluğun işarəsidir. Hansı ki, burada stagnation riskləri artıq ortaya çıxmış olur. Və əgər 50-dən aşağıdırsa PMI, bu iqtisadiyyatın geriləməsi və həmçinin də iqtisadiyyatın zəifləməsi, yavaşlanması kimi analiz olunur və burada da əsasən structural weakness əsas ön plana çıxır. Yəni ki, strukturun özündəki zəiflik bunu gətirib çıxardır. Avropanın böyük bir bazarı sayılan dünya üzrə ABŞ-də bu tariflər planına görə tələbin orada azalması, Avropadan ixracın da zəifləməsi ümumilikdə Avrozonada iqtisadiyyatın geriləməsinə gətirib çıxardır və bu da həmçinin şirkətlərin investment appetite, yəni investisiya iştahını azaldır ki, investisiyalar zəifləyir və bu da evronun dollar qarşısında zəifləməsinə yol açır. Təqribi hesablamalara görə 2022-ci illə 2025-ci il arasında böyük bir zəifləmə müşahidə olunur. Belə bir dövrdə artıq iş yerlərinin də azalması ilə müşahidə etmək olar. Çox sağ olun, minnətdarım sizə. Bəs hal-hazırda valyuta birjalarında, bazarlarda hansı trendləri biz müşahidə edirik? Monitor üzərindən bəzi göstəricilərə nəzər yetiririk. Baxmayaraq ki, avro məkanında iqtisadi geriləmə müşahidə olunur və biraz əvvəl də ekspertimizin qeyd elədiyi kimi avro məzəni itirir və hal-hazırda olan göstəricilərdə isə avro nisbətən bahalaşıb, yəni 1.16 səviyyələrində ticarət olunmaqdadır. Funt dollar məzənnəsinə diqqət yetirsək, burada funt dollarla müqayisədə ucuzlaşır. Digər valyutalara baxaq. Dollar türk lirəsi ilə müqayisədə bahalaşır. Türk lirəsi yəni dəyər qazanır. Hal-hazırda 42-45 civarında çox cüzi bir bahalaşma var.